bizim qeyri-neft sektorunda nə marketinq, nə o səviyyədə, hansı ki, neft sektorumuz xarici bazara açılmadı, o olmayıb. Ancaq onun nəticəsidir. Aynen. Çünki insan da bilmir ki, özündən kənarda nə var. Ancaq onu oxutmaq lazımdır, ona bilgi vermək lazımdır, ona imkanlar vermək lazımdır və onu o xarici şirkət lokomotiv kimi arxasınca aparmalıdır bir müddət. Təəssüf ki, bu olmayıb. Bu olmayıbsa neynəsin? Əgər indiyənə qədər o suyu beləcə toxa ilə açıb, 3000 il bundan qabaq olan kimi suvarılıbsa, ondan sonra deyir ki, filan kəsə çatdı, filan kəsə çatmadı. İndi o su, Atsiya deyirlər də, keçmiş Azərsu. O da deyir ki, bəs əkin zamanı böyük hissəsi bunun itkiyə gedir. Ancaq qonşu Türkiyədə gedirsən, artıq suvarma avtomatlaşdırılmışdır. O damcı üsulu da, mən məsəl üçün baxıram, üstdən belə gedir. Onlarda o da deyil. Çünki üstdən verildi, o da buxarlanır. Pivot layihələr. Altdan, yerin altına. Yəni, bilik və bacarıqlar o yerdə artmırsa, sənin əmək məhsuldarlığın aşağı olur. Bizdə əmək məhsuldarlığı, məsəl üçün, insanlar deyir ki, bizdə niyə 1000 manat orta əmək haqqıdır? Bizdə niyə 3000 deyil? 2000 ən azından deyil. Bu insana gərək bir şey normal izah edəsən ki, Azərbaycanın ümumi daxili məhsulu 72-73 milyarddır. Yəni bir 120 milyard manatdan bir qədər artıq və yaxud da 75 milyard dollardır belə. Və bunu da adam başına böləndə və o 12 aya böləndə o elə həmən rəqəmi göstərir. Sən axı o qədər iqtisadiyyatda qazanc əldə edə bilmirsənsə, ondan artığını necə götürə bilərsən? Bəli, Sovet zamanı kolxoz, savxoz hansısa yolla götürə bilərdi, satardı, neyniyərdin belə. Ancaq indi kapitalizmdir. Yəni, hələ ki, bizim əmək məhsuldarlığımız bu qədərdir. O nə zaman artacaq, bizim yaşayışımız da ona uyğun, adekvat arta bilər.